Herkesi salamlayıram. Bugün sizlere çok beğendiğim badımcan salatının reseptini bölüşürəm. Hazırlanmağı çox az vaxtınızı alacaq, amma dadından doymayacaqsınız. Mən bu salatı ilk dəfə idi ki hazırlayırdım və ilk dəfədən dadını çox bəyəndim. Və mən sizə bildirmək istəyirəm ki, əgər hansısa bir resepti mən bəyənmirəmsə, kanalımda bölüşmürəm. İnternetdə də görüb hazırladığım bir çox reseptlər olub və dadını bəyənmədiyim üçün sizlərə onu bölüşməyi rəva bilməmişəm. Əgər kanalımda hansısa bir resepti görürsünüzsə, onu bilin ki, ləzzətini bəyənmişəm. İlk öncə toyuğun filesini qaynamağa qoyuram. Toyuğun filesi qaynayana qədər badımcanları doğrayıb duzlu suda biraz gözlədirəm. Badımcanları çıxartdıqdan sonra su ilə yuyub salfet üzərinə düzüb suyunu alıram. Suyunu aldığım badımcanları yağda qızardıram. Qızaran badımcanları salfet üzərinə düzürəm. Qızlar, pomidorumda olan izə baxın. Sizcə də bu pomidor ilanla görüşüb ya yox? Siz belə pomidor yeməyi risk eləyərdiniz? Bir dəfə qorxub atmışdım, amma bu dəfə atmadım. Pomidoru yedim və hər şey yaxşıdır. Narahatçılığa heç bir səbəb yoxdur. Bu ləzzətli pomidoru doğramağa başlayıram. Doğrayarkən içini çıxartmağı unutmayın. İçini çıxardım və salata əlavə etmirəm. Mən 2 badımcan və 2 pomidordan istifadə etmişəm. Əgər siz daha çox istəyirsinizsə, o zaman miqdarını artırın. Və mən məsləhət görərdim ki, həqiqətən də miqdarını artırasınız. Çünki çox dadlıdır və çox yemək istəyəcəksiniz. Doğradığım pomidorları qaba əlavə edirəm. Və salfet üzərində gözləyən badımcanları əlimlə ayırıram. Videoda göstərdiyim formada badımcanları ayırıram. Salatı hazırlayıb yedikdən sonra geri dönüşlər etməyi unutmayın. Əgər siz də mənim kimi bu salatı çox bəyənsiniz, o zaman bu videoma yenidən gəlib o gözəl rəylərinizi yazıb kanalıma abunə olmağınızı gözləyirəm. Badımcanları da qaba əlavə etdikdən sonra toyuğun döşətini didməyə başlayıram. Toyuğun döşətini sudan çıxararkən yaxşı sıxıram. Və sizə bildirmək istəyirəm ki, toyuğu mən qaynadarkən suyuna duz əlavə eləmişdim. Toyuğu da qaba əlavə etdikdən sonra keşnişi doğramağa başlayıram. Keşnişin miqdarını videoda göstərirəm. Göyərtini bacardığınız qədər xırda-xırda doğrayın. Bu salatda ən gözəl ləzzəti sarımsaq verir. Bir orta boy sarımsağı sürtkəcdən keçirib salata əlavə eləyirəm. Mayonezi tökdükdən və ədviyyatları əlavə elədikdən sonra salatımız artıq hazırdır. Ədviyyatları zövqünüzə uyğun istifadə eləyin. Mən burada duz və istiyotdan istifadə etmişəm. Duzu tökərkən diqqətli olun, çünki badımcanları qızardanda da duzu əlavə eləmişəm. Və bu da salatımın son halı. Gördüyünüz kimi çox az ərzaqla çox ləzzətli bir salat ortaya çıxır. Sizlər də hazırlayıb nuş edin. Videomu sona qədər izlədiyiniz üçün təşəkkürlər.